Salam dostlar, salam əziz qardaş və bacılar. Necəsiz? Ümid edirəm ki, yaxşısınız. Bir çox saylı suallarınızdan ötürü istəyirəm bir balaca aydınlıq gətirim. Suallar verirsiniz ki, nevroz hardan gəlir, havadanmı gəlir, bu necə xəstəlikdir ki, bu hisslər yaranır filan. Ümumiyyətlə, necə yaranır, yaranışı necədir? Mənim əzizlərim, bu biraz dərin mövzudur. Nevroz ümumiyyətlə bioloji da ola bilər. Yəni, nevroz, ona endokrin nevroz deyirlər. Yəni, neyromediatorlarda endokrinoloji dəyişikliklərlə insan anadan olur və o nevrozda pastoyanlı endokrinoloji disbalans var orada. Hormonlarda disbalans yaranır və belə. İkincisi, uşaqlıq dövründə ola bilsin ki, uşağı nə cürsə böyüdürlər, ya sərt böyüdürlər, ya çox bəsləyirlər. Məsələn, uşaq görürsünüz ki, bayra çıxma, nə bilim, uğrayarlar, toka gedmə, bunu eləmə, onu eləmə, soğuq dəyər sənə geyindirirlər altı üst. Uşaq təbii ki, qoruma mexanizmi onda aktiv olur. Pastoyanın özünü böyüyəndən sonra da pastoyanı qoruma funksiyasını aktivləşdirir, qorumada qalır. Elə özünü qorumaq istəyir, bu ipaxanlara aiddir və bəzilərini də o qədər bəsləyirlər, o qədər əzizləyirlər, o qədər, nə bilim, qorxudurlar ki, bu bir çoxları gətirib asıllıq yaradır. Yəni, insan böyüyür, necə ki, uşaqlıqda samostoyatin olmur, valideynlərdən asılı olur. Böyüyəndə də həmçinin öz düşüncələri yoxdur, öz fikri yoxdur. Nə dərəcədə də ağıllı düşünsə, ona etibar eləmir, onu yanlış düşünür. Pastoyanlı kiminsə fikirlərinə ehtiyacı olur. Yəni, kimsə buna nəsə deməlidir ki, bu onu həyata keçirsin və yaxud əməl eləsin. Asıllı qalır. Anlata bildimmi? Sual verirsiniz ki, bəs bu nevroz... Sonra nevrozlar var, hansısa bir olaydan ötürü travma ala bilir. Məsəl üçün, gözünün qabağında insan vəfat edə bilər, onun qorxusu travma ala bilər. Və yaxud hansı bir hadisə gələ bilər başına, məsələn, avtokatastrof ola bilər və s. Ondan da yarana bilir stres, sonra nevroz, axırda da depressiya, tamam mı? Nevroz nələrə gətirib çıxardır, ziyanı varmı, ziyanı yoxmu sual verirsiniz. Bir çox həkimlər sizə bunu aydınlığını gətirmir. Təbii ki, gedirsiniz. Gözləyin, birincisi siz düz gedmirsiniz, gedirsiniz nevropatoloqun yanına. Nevropatoloq ümumiyyətlə bu xəstəlik onun sahəsi deyil. Gedirsiniz, dərmanı yazır, deyir, get. Sağaldı, sağalmadı, ona aidiyyəti yoxdur. Bunu ancaq normal həkimlər sizə başa salmalıdır ki, bəli, nevroz beyində bəzi funksiyalar ki var, sistemlər var ki, onlarda dəyişikliklər yarada bilir. Bunlardan biri hipokampdır. Hipokamp keçmiş, deyirsiniz, keçmişdə ilişib qalmışam, heç cür onu yaddan çıxarda bilmirəm. Emosional, yəni yanaşırsınız, keçmiş yadınıza düşür, emosiyalarınıza qapanırsınız. Ondan saqqız kimi gedir, gəlir dala qabağa, əl çəkə bilmirsiniz ondan. İkincisi amigdaladır. Amigdala yerli yersiz təhlükə siqnalını ötürür. Yəni, insan təhlükə içində olmadı, pastoyanlı qorxu gəlir. Yəni, qorxu sistemi aktivləşir. Elə təhlükə, təşviş həyatan, pastoyanlı. Yəni, deyir sizə, heç nə yoxdur, amma elə bilirəm, nəsə çatmır, nəsə narahatam, nəsə olacaq elə bil. Bax, o amigdalada kiçilmə baş verir və o üzdən bu hisslər yaranır. Bir də prefrontal korteks deyirlər. O da ağrılar, məsələn, simptomlar ki olur, oram ağrıyır, buram ağrıyır, oram ağrıyır, buram ağrıyır. O zəifliyin nəticəsindən hər şeyə duyğusal yanaşırsınız, qərarlarda bir dəyişikliklər baş verir,
Yəni qərar verə bilmirsiniz. Məsələn, gedirsə kimə sizə deyir ki, qorxma, səndə heç nə yoxdur. Özün də onu bilirsən, sən nevrozsan, səndə heç nə yoxdur, amma bacara bilmirsən, yenə də eyni şeydən qorxursan. Bu prefrontal korteksin yəni zəifləməsindən ibarətdir və təbii ki, amigdala zəiflənəndə yaddaşdan şikayət edirsiniz. Yaddaşım yoxdur. Yəni bax bu dəyişikliklər baş verəndə sistemlərdə təbii ki, bu proseslər baş verir. Yəni bu hisslər, bu filan. Sonra da siz başlayırsınız, bu həkim mənim, o həkim sənin. Başlayırsınız həkimləri gəzməyə. Hərçəndə siz dərk eləməlisiniz ki, hansı həkimin yanına getməlisiniz və öhdəliyin 80% sizin boynunuza qoyulur. Həkim mütləqdir ki, hansı bir ev tapşırıqlarını verir, detallara toxunur. Təbii, çözməyə başlayır sizdən ora-bura, amma ev tapşırıqları verir. Çətin mərhələlərdir, yəni siz bunları həyata keçirməlisiniz, bunu etməlisiniz ki, siz bu xəstəlikdən qurtulasınız. Evdə oturum, yəni bu axalatın yanına gedin, mənə dərman yazsın, mən içim, o müvəqqətidir. Yəni o hansı ki neyromediatorlarda disbalans var, hormon disbalansı, onu zafiksirovat eləyirlər. Məsələn, blokadaya salırlar lazım olanları, lazımsızları aktivləşdirirlər. Yəni belə müvəqqəti remissiyada yaşaya bilirsiniz. Yəni rahat hiss edirsiniz özünüzü, amma o demək deyil ki, siz sağalmısınız. Çünki bir müddətdən sonra nəyə görə bir çoxlarınız qorxursunuz dərman içməyə, deyirsiniz antidepressant asıllıq yaradır. Əslində heç bir antidepressant asıllıq yaratmır psixotropkalardan başqa. Nəyə görə siz onu elə düşünürsünüz? Çünki dərmanları qəbul edən zaman antidepressantları remissiyada olursunuz. Yəni xəstəlik sizi rahat buraxır. Necə ki dərmanı saxlayırsınız, eyni hormon disbalansı, eyni düşüncələr, eyni keçmiş, eyni hər bir şey, simptomlar eyniləşir, eyni qaydada qayıdır. Siz elə bilirsiniz, daha özdə güclü qayıdır. İkinci dəfə onu deyim, biləsiniz. Sizə elə gəlir ki, mən dərmanı öyrəşmişəm, dərmanı saxlayıram, belə oluram. Dərmanı içirəm, yaxşı oluram. Dərmanı içəndə təbii bir balaca rahat hiss eləməlisiniz özünüzü, amma tam sağalmırsınız. Dərman müalicəsi ilə nevroz sağala bilmir, bu qəti şəkildədir. O qədər, məsələn, Google-da xəstəliklər araşdırana qədər bir araşdırın ki, məsələn, nevrozun müalicəsi kimin əlindədir, hansı həkimin yanına getməliyəm və müalicə metodu nədir? Siz ondan maraqlanın, tamam mı? Belə, əziz dostlar, mən elə bilirəm ki, sualınıza qısa da olsa cavab verə bildim. Nə suallarınız olsa utanmayın, kommentariyalarda yazın, paylaşın. Siz də mənə bu cürlə köməklər eləyin. Mən canlılar da açacağım inşallah. Görüm adamlar çox aktiv olsalar kommentariyalarda açacağım, yığılacaqlar və canlı olaraq hər birinin sualına cavab verəcəm. Ola da bilsin, qısa seanslar, meditasyon seanslar da verim. Anlatabildim mi? Sağ olun, özünüzə yaxşı baxın, sağlıqla qalın.